Gəlin bir anlıq evinizdəki o elektrik sayğacını düşünək. Bəlkə zirzəmidə, bəlkə dəhlizdə, adətən heç kimin fikir vermədiyi o balaca qutu. Hə, o fırlanan disk olan. Çox vaxt fərqinə belə varmırıq, elə deyil? Amma bilin ki, o sadə görünüşlü cihaz əslində böyük bir texnoloji inqilabın tam mərkəzindədir. Baxın, bugün biz o unudulmuş cihazın necə ağıllandığını və evimizlə bütün enerji şəbəkəsi arasında necə tamamilə yeni bir söhbət başlatdığını araşdıracağıq. Heç düşünmüsünüzmü? Əgər o sayğac danışa bilsəydi, nə olardı? Təsəvvür edin ki, o sadəcə nə qədər enerji işlətdiyinizi qeydə almır, həm də enerji şirkəti ilə real vaxtda məlumat mübadiləsi aparır, hətta onlardan təlimatlar alır. Yox, bu heç də elmi fantastika deyil. Bu, bugün reallıqdır və ağıllı sayğac texnologiyasının əsasını təşkil edir. Gəlin belə deyək, köhnə və yeni texnologiya arasındakı fərq, demək olar ki, kənd yolu ilə çox zolaqlı bir magistral arasındakı fərq kimidir. Köhnə sayğaclar bir tərəfli yolu idi. Enerji evinizə daxil olurdu və vəssalam. Amma ağıllı sayğaclar, onlar artıq iki tərəfə də açıq olan, məlumatla dolu bir magistraldır. Onlar həm məlumat göndərir, həm də alır. Beləcə, evinizlə şəbəkə arasında davamlı bir dialoq yaranır. Yaxşı, gəlin biraz geriyə gedək. Bu böyük dəyişikliyin haradan başladığını anlamaq üçün əvvəlcə o köhnə dostlarımızı, o mexaniki sayğacları bir xatırlayaq. Sonra isə bu inqilabın addım-addım necə baş verdiyinə baxarıq. Hə, o içində balaca bir disk fırlanan qutular. Yəqin ki, hamınız xatırlayırsınız. Onlar öz dövrü üçün həqiqətən də möcüzəvi cihazlar idi. Amma işləri ancaq bir şeydi, fırlanmaq və qeyd etmək. Başqa heç nə. Tamamilə passiv idilər. Yəni, ayda bir dəfə kimsə gəlib rəqəmləri oxuyana qədər öz aləmlərində idilər. Amma sonra hər şey çox sürətlə dəyişdi. Həqiqətən də, inanılmaz sürətlə. 90-cı illərdə sadəcə bir konsept olan, fantastik dərəcədə bahalı bir texnologiya olan bu cihazlar bugün artıq reallığa çevrilib və sürətlə evlərimizin standart bir parçası olur. Bu da texnologiyanın nə qədər sürətli inkişaf etdiyini göstərir. Yaxşı, gəlin əsas məsələyə gələk. Bir sayğacı ağıllı edən nədir ki? Yəni, söhbət təkcə o rəqəmsal ekrandan getmir əlbəttə. İşin sirri daha dərindədir. Gəlin bir baxaq. Baxın, hər şeyin mərkəzində kiçik bir beyin var. Bəli, bildiyimiz mikroprosesor. Məhz bu balaca kompüter sayəsində cihaz artıq sadəcə ölçmür. O, həm də düşünür, analiz edir və ən vacibi ünsiyyət qurur, danışır. Əslində proses çox sadədir. 3 addım. Ölçür, emal edir və ötürür. Bax, bu 3 addım enerji haqqında bildiyimiz hər şeyi dəyişir. Artıq məsələ sadəcə nə qədər enerji işlətdiyiniz deyil, məsələ onu nə vaxt və necə işlətdiyinizdir. Əsl inqilab bax budur. İndi isə gəlin bu işin ən maraqlı, ən vacib hissəsinə keçək. Bəli, o məşhur iki tərəfli söhbət. Hər şey kökündən dəyişən o söhbət. Baxın, bütün bu ağıllı şəbəkənin sehri əslində elə buradadır. Artıq enerji şirkəti sizə sadəcə enerji göndərib susmur. İndi aranızda bir dialoq var. Davamlı, real vaxt rejimində baş verən bir dialoq. Bu da bütün sistemi daha çevik və daha həssas edir. Yaxşı, bəs bir dialoq bizim üçün praktiki olaraq nə deməkdir? Məsələn, işıqlar söndü. Artıq zəng vurub saatlarla gözləməyə ehtiyac qalmır. Çünki şəbəkə onsuz da problemin harada olduğunu anında bilir. Və ya düşünün, paltar yuyan maşını gecə işə salırsınız çünki bilirsiniz ki, o saatlarda enerji daha ucuzdur. Bu, birbaşa pulunuza qənaət deməkdir. Bax, ağıllı işləmək budur. Deməli, bu texnologiya təkcə bizə yox, hamıya faydalıdır. Gəlin baxaq, bu ağıllı şəbəkə sizin üçün, enerji şirkətləri üçün və ümumiyyətlə bütün planetimiz üçün nə kimi yaxşı şeylər gətirir. Düzdür, dünyanın hər yerində ağıllı sayğac deyəndə eyni şey başa düşmürlər. Amma əsas məqsəd hamıda birdir. Səmərəlilik, rabitə və nəzarət. Yəni, daha ağıllı, daha səmərəli və daha etibarlı bir sistem qurmaq. Baxın, fərqli adlar olsa da prinsiplər eynidir. Hər şey avtomatlaşır, məlumatlar sərbəst hərəkət edir və nəticədə həm biz, yəni istehlakçılar, həm də şəbəkənin özü daha çox nəzarətə sahib olur. Bu qədər sadə, nəticə isə daha şəffaf bir enerji gələcəyidir. İndi isə gələk sizə olan faydasını, yəni sizin cibinizə. Artıq ayın sonunda gələn qəbzdəki böyük rəqəmə təəccüblənmirsiniz. Çünki anba-an pulunuzun hara getdiyini görürsünüz.
evdə hansı cihazın enerjini yediyini tapırsınız. Və bu məlumat sizə güc verir. Evinizi idarə etmək və qənaət etmək gücü. Yaxşı, bəs enerji şirkətləri üçün bu nə deməkdir? Onlar üçün bu sanki büllür bir kürəyə sahib olmaq kimidir. Problemləri əvvəlcədən görürlər, gələcəyi daha yaxşı planlayırlar və hətta enerji oğurluğunun belə qarşısını alırlar. Nəticədə isə hamımız üçün daha sabit və etibarlı bir sistem yaranır. Və təbii ki, bütün bunların sonunda daha böyük bir qazanc var. Planetimiz. Daha ağıllı şəbəkə, daha yaşıl şəbəkə deməkdir. Niyə? Çünki günəş, külək kimi bərpa olunan amma təbiətcə qeyri-sabit olan enerjini sistemə daha asan və səmərəli şəkildə inteqrasiya etməyə imkan verir. Bu da iqlim dəyişikliyinə qarşı çox vacib bir addımdır. Deməli, gördüyünüz kimi, ağıllı sayğac hekayənin sonu deyil. Əslində, bu tamamilə yeni bir hekayənin başlanğıcıdır. Gəlin indi də bu texnologiyanın bizim üçün açdığı inanılmaz gələcəyə birlikdə nəzər salaq. Ağıllı sayğacı sadəcə bir cihaz kimi görməyin. O, əslində bir qapıdır. Evinizi gələcəyin daha ağıllı, daha əlaqəli enerji dünyasına bağlayan bir qapı. Bəs o qapının arxasında nə var? Həqiqi ağıllı evlər. Elektrikli avtomobilinizi ən ucuz vaxtda avtomatik şarj edən sistemlər. Bütün evin enerji sistemini özü idarə edən texnologiyalar. Çünki artıq güc təkcə elektrikdə deyil, məlumatdadır. Deməli, artıq sizin o kiçik sayğacınız sadəcə bir qutu deyil. O, böyük bir şəbəkənin bir hissəsidir. Sizin evinizin səsidir. Əsas sual isə budur. Siz bu səsdən, bu əlaqədən necə istifadə edəcəksiniz? Eviniz şəbəkə ilə danışmağa başlayanda siz bu söhbətə necə qoşulacaqsınız? Çünki gələcək artıq qapını döymür. O artıq içəridədir və hər şey o balaca qutudan başlayır.